Azərbaycan klublarının Avrokuboklardakı möhtəşəm startının ardınca uğursuz həftə gəldi. Bu həftəyə qədər Avropada 6 oyun 6 qələbə ilə irəliləyən klublarımız son 3 gündə keçirdikləri 4 maçdan yalnız birində azarkeşləri sevindirdilər. Həftənin yeganə qələbəsini UEFA Çempionlar Liqasındakı təmsilçimiz Sabah qazandı. Hərçənd Finlandiya çempionu üzərində bir qolluq qələbədən narazı qalanlar da az olmadı. Sabahın Kupsla maçda üstünlüyü azı 4-5 qol vurulacaq səviyyədə idi. Amma nə hikmətdirsə, qol gözlədiyimiz oyuncuların hamısının ayağı bu dəfə boşa çıxdı. Yalnız Simic fərqləndi ki, o da qoldan başqa 2-3 real epizodu qaçırdı. Yəni Sabah bu duelin taleyini elə birinci oyunda həll edə bilərdi, lakin edə bilmədi və bizi iyulun 28-də narahatlıqla dolu cavab oyunu gözləyir. Biz nə qədər narahat olsaq da, Sabahın baş məşqçisi Valdas Dambrauskas narahat deyil. Oyun sonrası mətbuat konfransında Litvalı məşqçinin dediyi bu sözlərə diqqət edək. Çox qol vəziyyətlərini əldən verməmiz bəli, məni məyus etdi, amma narahat etmədi. Qol vəziyyətləri yarada bilməsəydik, bu məni narahat edərdi. Bu dəfə alınmadsa, növbəti oyunlarda qol vəziyyətlərinin daha çoxunu reallaşdıracaq. Statın sonu. Məşqçinin öz komandasına belə əminliyi yaxşıdır. Ümid edək ki, cənab Dambrauskasın futbolçuları Finlandiya səfərində bizi daha çox qolla sevindirib turu adlayacaq. Bununla Sabah həm də minimum konferans liqasının əsas mərhələsində yerini təmin edəcək.